Biotin qəbulu zamanı diqqətli olaq. Bu günlərim öz başına vitamin qəbullarının artıqlığını nəzərə alaraq bu mövzu haqqında danışmaq istədim. Saç üçün vitamin içirə deyib keçdiyimiz biotin əslində bəzi analiz nəticələrimizi tamamilə dəyişə bilər. Biotin bir filtr kimi olduğunu düşünün. Yəni telefon kamerasında filtr necə görüntü dəyişirsə, yüksək doz biotinin qəbulu da bəzən laborator analizlərin görüntüsünü o qədər dəyişə bilir. Ən vacibi isə budur ki, xüsusilə endokrin analizlərdə problem görünə bilər və bu problemin də biotinlə bağlı olduğu göz ardı oluna bilər. TSH, FT4, troponin, bəzi hormonlar, immun analizləri yanlış yüksək və ya yanlış aşağı çıxa bilər. Və nəticədə isə sağlam insan xəstə görünər, xəstə olan insan isə normal görünə bilər. Buna görə də analiz verməmişdən əvvəl qəbul etdiyiniz biotin əlavəsi və ümumiyyətlə bütün qida əlavələrinin həkiminizə xəbərdarlıq etməyi, göstərməyi unutmayın. Çünki bunlar laborator analizlərdə mütləq nəzərə alınmalıdır. Çünki bəzən problem hormonlarla yox, analizə təsir edən qəbul olunmuş qida əlavələrində olur. Özünüzə yaxşı baxın və həkim tövsiyəsi olmadan qida əlavələrini qəbul etməyin. Bu videonu isə hər kəsə ətrafında qida əlavələrini məsləhət görən qohumlarınıza, tanışlarınıza və dostlarınıza göndərməyi unutmayın. Özünüzə yaxşı baxın.